Selam dostlar, kanalıma hoş geldiniz. Bu videoda sizinle birlikte soru videosu çekeceğiz. Biraz 6-7 sual sizin sualınızdır. Qalanlar da benim özümün, yani tədqiqatı vasitəsilə qoyduğum suallardır. Çok uzatmadan ilk sualımızdan başlayaq. En değerlin kimdir? Yani en değerlim diyebileceğim birisi. Yani onsuz da bu videoları benim ailemden çok insan izləyir də. Yani en değerlim o diyebileceğim birisi yoktur. Ama yani ailemi ve sizi çok sevirəm. İkinci sualımızda heç kimin xəbəri olmayan, ama gələcəkdə çəkmək istədiyim video. Səncə tutmayan video keyfiyyətsizdir. Yəni heç kimə xəbəri olmayan desək, bilmirəm, bəlkə bəzilərinin xəbəri var, amma gələcəkdə çox çəkmək istədiyim video məktəbdə qalma videosudur. Yəni universitetə falan girən kimi ilk çəkmək istədiyim video bu ola bilər. İndi öz oxuduğum məktəbdə qalma videosu. Biraz saçmadır, amma neysə. Səncə tutmayan video keyfiyyətsizdir. Yəni mən videolar çəkirəm, amma bəzən tutmur, bəzən bilmirəm. Amma keyfiyyətli eləməyə çalışdığımı düşünürəm. Bilmirəm, keyfiyyətsiz olmaya da bilər. Amma uzun videolar çox vaxt tutmur da. 3-də ən çox getmək istədiyin ölkə haradır? Pul sənin üçün nə qədər vacibdir? Yəni tam belə bu ölkəyə gedəcəm deyəcəyim bir ölkə yoxdur. Amma yəni Amerikaya falan gedərdim yəqin. Niyə ünlü olmaq istəyirsən? Bu arada bu sual 2-3 dənə idi. Amma mən bir dənəsini qoydum da. Niyə ünlü olmaq istəyirəm? Ünlü olmaq əslində mənim uşaqlıq xəyalım idi. Yəni çox olmaq istəyirəm. Ünlü olmaq deyil də YouTuber olmaq. Məsələn, mən TikTok videosu çəkmirəm, Instagram çəkmirəm. YouTuber olmağı çox istəyirdim. 5-də deyir, nə üçün YouTuber olmaq istəyirsən? Yəni dedim, indi bu sualı cavablandırdım. Uşaqlıq xəyalım olduğu üçün. 6-da bu dəqiqə istek haqqın olsaydı nə edərdin? Bu dəqiqə istek haqqım olsaydı nə edərdim? Bu dəqiqə istek haqqım olsaydı 9-da imtahan suallar beynimə köçürmək istəyərdim. Ya da 11-in imtahanını verib tibbə girmək istəyərdim. Evet, o daha şeydi, üst seviye. Digər sualımızda bürcün nədir? Bürcüm Dolçadır. Fevralın 10'da doğmuşam. 8-ci sualda heç kəsin bilmədiyi bir qorxu. Yəni heç kəsin deyəndə klassik ən böyük qorxum deyəndə şeydir də, sevdiklərini itirmək. Bu da çox klassik bir şeydir, qorxu. 9-da mən belə bir insanam deyə biləcəyin 3 söz. Özünü 3 söz ilə tamamla. Çox belə şeyəm. Hər şey gülən adamam. Gülər üz deyə bilərik. Sonra başqa nə deyim? 3 sözü ilə tamamla. Neyse, bu sualı siz mənə tamamlayın. Xahiş edirəm. Sonra kamera qarşısında utanırsan yoxsa tam rahatsan? Rahatam məncə. 11-də heç izləyicilərin arasında sən həyatda tapmaq istəyənlər olub. Yəni elə bir şey olsaydı mən də görüşmək istəyərdim. Amma yəni belə bir şey hələ ki yazılmayıb kommentlərə falan. Amma mənlə görüşmək istəyərsələr mən də çox istəyirəm görüşmək. Videomuz bu qədər idi. Yəni ikinci videonu çəkməyimi istəyirsinizsə kommentlərə suallarınızı yaza bilərsiniz. Ondan çox sevirəm, çox öpürəm. Sağ olun.